Karl Jung'un narsistlərlə bağlı ortaya çıxardığı tüyürpədici bir həqiqət var ki, çoxu bunun fərqində belə deyil. Bir narsist sən artıq idarə edilə bilməyəcəyini anladıqda eləcə çəkib getmir. Əksinə, illərlə davam edən sağalma prosesini həftələr içində darmadağın edə biləcək son dərəcə dağıdıcı və çirkin bir manipulyasiya taktikası işə salır. Əgər bunu tanıya bilməsən, birbaşa onların tələsinə düşərsən. Amma bu son çirkin hiləni sənə açmadan əvvəl, bu vəziyyətə yol açan psixoloji savaşı yaxşı anlamalısan. Karl Jung deyir ki, narsistin ən böyük qorxusu rədd edilmək və ya tərk edilmək deyil. Onun əsl qorxusu qurbanının psixoloji olaraq özündən daha güclü hala gəldiyi andır. Jung'un kölgə mənlik üzərində apardığı araşdırmalara görə, narsistlər öz zəifliklərini başqalarına yansıdaraq üstünlük xülyalarını davam etdirirlər. Amma sən sağalmağa başladığında, sərhədlərini aydınlaşdırdığında və onların oyunlarını oynamağı rədd etdiyində, narsistin ruhunda çox mühüm bir dəyişiklik yaşanır. Jung buna gücün tərsinə dönməsi böhranı adını verib. Bundan sonra olacaqlar səni təəccübləndirəcək. Narsistlər yalnız özünü sevən birini axtarmırlar. Onlar enerjisini soruşa biləcəkləri, idarə edə biləcəkləri bir qurban axtarırlar. Carl Jung bu şəxslərin şişkin mənlik adını verdiyi psixoloji bir vəziyyətdən hərəkət etdiklərini kəşf etdi. Bu vəziyyət öz içlərindəki boşluqla üz-üzə qalmaqdan qaçmaq üçün daimi olaraq üstünlüklərini sübut etmələri lazım olduğu deməkdir. Sən zəif, başı qarışıq və ya onların təsdiqini axtararkən onlara mükəmməl şəkildə xidmət edirdin. Sən onların psixoloji qida mənbəyiydin. Onların təsdiq maşını idin. Amma öz gücünün fərqinə varmağa başladığın anda, onların təsdiqini axtarmağı dayandırdığın və öz içgüdülərinə güvənməyə başladığın anda, onların bütün kimliyi üçün bir təhdidə çevrilirsən. Məhz o anda Jung'un bizi qarşısında xəbərdar etdiyi o silaha çəkərlər. Karl Jung'a görə narsistlər nəzarəti itirdiklərini hiss etdikdə, psixoloji yansıtma savaşı adını verdiyi bir texnikadan istifadə edirlər. Artıq yalnız səni manipulyasiya etməklə və ya qurban rolunu oynamaqla kifayətlənmirlər. Jung'un ifadəsi ilə desək, sənin fərdləşmə prosesinə qarşı son bir hücuma başlayırlar. Bunun necə göründüyünə və niyə bu qədər təhlükəli olduğuna yaxından baxaq. Onlar işə yenicə tapdığın gücün özünü hədəf alaraq başlayırlar. Xatırla, əvvəllər zəif tərəflərini necə tənqid edirdilər. İndi ssenarini tamamilə tərsinə çevirirlər. Karl Jung bunun sənin gücünün onların səni tamamilə idarə etməsi arasında duran yeganə şey olduğunu fərq etmələrindən qaynaqlandığını deyir. Sənə belə şeylər deyəcəklər. Çox dəyişmisən. Əvvəllər belə deyildin. Yaxşı yöndə də deyil üstəlik. Əvvəllər nə qədər diqqətli idin. İndi sadəcə egoistləşmisən. Bu uğur həqiqətən başına vurub. Artıq hər kəsdən üstün olduğunu düşünürsən. Amma Jung'un kəşf etdiyi elə bir nöqtə var ki, qanın donacaq. Bu təsadüfi bir tənqid deyil. Karl Jung'un narsistik davranış analizinə görə, onlar xüsusilə öz içində savadlıdın və ən çox fəxr etdiyin tərəflərini hədəf alırlar. Əgər sərhəd qoymağı öyrəndinsə, sənə soyuq deyərlər. Əgər səsini tapsan, sənə aqressiv damğası vururlar. Əgər özünə inam qazandınsa, sənə təkəbbürlü deyərlər. Jung buna gücü utandırma adını verib. Bu, sənə azad edən xüsusiyyətlərindən utanmağın üçün hazırlanmış taktikdir. Amma əsl çirkin hiylə hələ gəlməyib. Karl Jung gücü utandırma işə yaramadıqda, narsistlərin həsrət manipulyasiyası adını verdiyi bir taktik işə saldıqlarını kəşf etdi. Köhnə səni, yəni idarə etməsi daha asan olan halını xatırlamağa başlayırlar. Xatırlayırsan, zarafatlarıma necə gözəl gülürdün. O özünə inkişaf etdirmə kitablarını oxumağa başlamazdan əvvəl çox daha xoşbəxt idin. Köhnə halını özlədim. Sən dəyişməzdən əvvəl nə qədər gözəl bir münasibətimiz var idi. Jung'a görə bu, səni köhnə qalıqlarına geri çəkmək üçün hazırlanmış psixoloji bir zaman səyahətidir. Onlar əsl sənə həsrət çəkmirlər. Onlar idarə edilə bilən sənə həsrət çəkirlər. Və əgər diqqətli olmazsan, sən də o köhnə halına həsrət çəkməyə başlaya bilərsən. Amma Jung'un araşdırması burada həqiqətən narahat edici bir hal alır. Həm gücü utandırma, həm də həsrət manipulyasiyası uğursuz olduqda, narsistlər ən təhlükəli silahlarını işə salırlar. Saxta qırıqlıq yaratma. Karl Jung, narsistlərin sənin ən dərin mərhəmətini tanımağa və onu sənə qarşı istifadə etməkdə usta olduqlarını deyib. Məhz sən ən güclü olduğun anda, birdən qırıq, çətin vəziyyətdə və ya pis bir dövrdən keçirmiş kimi görünəcəklər. Məhz Jung'un bizi xəbərdar etdiyi çirkin hiylə budur. Düşündüyündən daha hiləgər bir planı var. Bir böhran yaradacaqlar. Bəlkə sağlamlıq problemi, bəlkə maddi çətinlik, ailə daxilində böyük bir problem və ya duyğusal çöküntü. Bunu sənin gücləndiyin anla mükəmməl şəkildə üst-üstə salacaqlar. Karl Jung'a görə bu təsadüf deyil, bu hesablanmış bir hərəkətdir.
Narsistlərin sənin nəyin günahkar hiss etdirdiyini, hansı vəziyyətlərin yardım etmə içgüdülərini tetiklədiyini və sərhədlərini tərk etməyin nəyə səbəb olduğunu ətraflı zehni qeydlər apardıqlarını kəşf etdi. Empatiyanı sənin savunma prosesinə qarşı silah olaraq istifadə edirlər və işdə hər şeyi sorğulatacaq hissə. Carl Jung narsistlərin tez-tez bu böhranları, sənin həll etməyini istədikləri problemləri özlərinin yaradaraq istehsal etdiklərini deyib. Öz münasibətlərini, işlərini, sağlıqlarını sabotaj edirlər. Səni araya girib onları xilas etmək məcburiyyətində hiss edəcəyin bir vəziyyət yaratmaq üçün hər şey edirlər. Jungun araşdırmasına görə bu iki məqsədə xidmət edir. Səni yenidən qayğıkeş roluna çəkir və sənə qarşı hələ gücləri olduğunu sübut edir. Amma Jung bu manipulyasiya haqqında daha da tüyürpədici bir şey kəşf etdi. Onlar yalnız yardımını istəmirlər. Sənin yenicə qazandığın gücü fəda etməyini, onlara verməyini istəyirlər. Carl Jung, narsistlərin sənin ən çox əzmkarlıqla qurduğun sərhədlərini və dəyərlərini təhlükəyə atmağını xüsusilə istəyəcəyini müşahidə edib. Bilirəm, adətən borc vermirsən, amma bu fərqlidir. Bilirəm, özünə vaxt ayırmağın lazım olduğunu dedin, amma indi sənə həqiqətən ehtiyacın var. Bilirəm, özünə fokuslanmağa çalışırsan, amma birdəfəlik mənə kömək edə bilməzsənmi? Carl Jung'a görə birdəfəlik dediyi an, inşa etdiyim psixoloji bariyerləri yıxmaq üçün hazırlanmışdı. Onlar yardım istəmirlər. Öz yaxşılığından çox, özlərinin hələ vacib olduğunu sübut etməni istəyirlər. Və əgər buna aldansan, Jungun xəbərdar etdiyi kimi, çalışdığın hər şeyi itirəcəksən. Carl Jung, saxta qırıqlığın ən təhlükəli hissəsinin bu qədər real hiss etdirməsi olduğunu deyir. Narsist həqiqətən bir böhran içində ola bilər. Amma Jung, hansı böhranı nə vaxt paylaşacaqlarını seçməkdə usta olduqlarını kəşf etdi. Başqa müraciət edə biləcəkləri insanlar, istifadə edə biləcəkləri başqa resurslar var. Amma sənə gəlirlər. Çünki onlara kömək etmək üçün sərhədlərini fəda etmə ehtimalı ən yüksək şəxs olduğunu bilirlər. Bəs bu son manipulyasiyadan özünü necə qoruyursan? Carl Jung'a görə açar, ayrılmış, mərhəmət dediyi şeyi anlamaqdır. Birinin çətinliklərinə qarşı empati duya bilərsən, amma onları həll etməkdən məhsus etməyə məcbur deyilsən. Jung belə deyir, bir ömrün imtiyazı həqiqətən sən olmaqla bağlıdır. Bir narsist böhran yolu ilə səni köhnə qalıqlarına geri çəkməyə çalışdıqda özünə bunu sormalısan. Ona kömək etmək həqiqətən mən olmağıma kömək edir, yoxsa bu səyahətimi əngəlləyir? Jungun narsistlərlə bağlı son müşahidəsi hər münasibətə baxışını dəyişdirəcək. Carl Jung narsistlərin sənin gücündən qorxduqlarını kəşf etdi. Çünki bu, onlara nəzarət və manipulyasiya xeyrinə tərk etdikləri öz inkişaf potensiallarını xatırladır. Onları rahatlatmaq üçün özünü kiçiltməyi rədd etdiyində, yalnız sərhəd qoymaqla qalmırsan. Eyni zamanda, birinin təsdiqlənmə əvəzinə özünü olmağı seçdiyində, nələrin mümkün olduğunu da onlara göstərirsən. Və məhz buna görə səni yenidən aşağı çəkmək üçün o qədər çox vuruşacaqlar. Amma Carl Jung'un xatırlamaq istədiyi şey budur. Onların manipulyasiyasına hər müqavimət göstərdiyində, onların uydurma böhranına baxmayaraq sərhədlərini hər qoruduğunda yalnız özünü qorumaqla qalmırsan. Eyni zamanda onların sən üzərindəki gücünün həmişə bir xülya olduğunu da sübut edirsən. Jung həqiqi gücün manipulyasiyaya qarşı immunitet qazanmaqla bağlı olmadığını, onu tanımaqla, adını qoymaqla və hər şeyə baxmayaraq otantik mənliyini seçməklə bağlı olduğunu deyib. Çünki günün sonunda onların səni idarə etmə ümidsizliyi sənin nə qədər güclü olduğunun sübutudur. Narsistin son çirkin hiləsi yalnız kim olduğunu unutduqda işə yarayır. Amma bir dəfə bunun nə olduğunu, yəni nəzarəti geri qazanmaq üçün ümidsiz bir son cəhd olduğunu gördüyündə, səni manipulyasiya etmə ehtiyaclarının əslində sənin azadlığının sübutu olduğunu fərq edirsən. Carl Jung, idarə edilə bilməz olduğun anın həqiqi mənada yaşamağa başladığın an olduğunu kəşf etdi. Heç bir saxta böhran nə qədər inandırıcı olsa da, o azadlığı dəyişməyə dəyər deyil. Bu dərindən kəşfdə mənimlə birlikdə qaldığın üçün sənə çox təşəkkür edirəm. Əgər bugünkü söhbətimizdən bir dəyər tapdınsa, videonu bəyənməyi və bu videonu faydalı ola biləcəyini düşündüyün biri ilə paylaşmağı unutma. Bənzər dərindən məzmunlar üçün kanala abunə ola bilərsən. Sən bu mövzu haqqında nə düşünürsən? Şərhlərdə bizimlə paylaş.